Yeni yasamalda 4 otaqlı, ideal təmirli bir mənzil təcili olaraq satışa çıxarılıbdır. Videomuzu sona dək izləyin ki, qiyməti haqqında da ətraflı məlumatınız olsun. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Osmanlı hamamın yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 7-ci mərtəbəsində. Ümumi sahəsi 110 kvadrat olan qanuni 4 otaqlı mənzildir ki, tam təmirli olmaq şərti ilə 4 otaqdan 3 otağa düzəlibdir. Qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Böyük Bravoya yaxın Osmanlı hamamın yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 7-ci mərtəbəsində. Ümumi sahəsi 110 kvadrat olan qanuni 4 otaqlı mənzildir ki, 3 otağa düzəlibdir, tam təmirlidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir. Liftləri işlək vəziyyətdədir. Mənzilin sənədi kupçadır, ipotekaya yararlıdır. Qiyməti 198.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.